Salam əziz mühəndislər, xoş gördük evinizi. Mən sizlərə etablı olaraq Configure List proqramının işləmə məntiqindən və hansı özellikləri əhatə edir və nələr etmək olar, proqram içərisində olan bütün özelliklərdən qısa video şəklində izahlar verəcəm. Bu mövzuda biz Configure List proqramının qurulmasından və daha sonra aktiv olunmasından bəhs edəcəm. Daha sonra isə proqrama daxil olduqdan sonra daha etablı şəkildə izahlar verməyə başlayacağım. Elə isə başlayaq. İlk öncə deyim ki, Configure List proqramı Palo Alto firewallların daha qısa şəkildə optimizasiya işlərinin həll olunması üçün qurulmuş bir proqramdır. Configure List proqramı sayəsində siz Palo Alto firewallları optimizasiya edə bilər. Aynən bununla yanaşı siz firewallunuzda təhlükəsizlik qaydalarını daha yüksək səviyyələrə gətirə bilirsiniz. Gəlin indi isə proqramın qurulmağından bəhs edək. Dostlar, əgər siz bu proqramı istəyirsinizsə, birinci olaraq bizə müraciət edirsiniz və müraciət etdikdən sonra biz proqramın sizə exe faylını veririk. Siz exe faylı üzərinə klik edib qurduğunuzda və proqram sizin üçün qurulur və üzərinə klik edib daxil olursunuz. Daxil olduğunuzda sizi ilk öncə bu menü, admin panel, daxil olma menüsü deyil, birinci sizi belə bir menü qarşılayacaq. Bu menüyə diqqət etsəz, sizdə burada bir dənə maşın ID bilgisi var. Burada gördüyünüz maşın ID bilgisi. Siz həmən bu maşın ID bilgisini bizə göndərirsiniz. Biz bu həmən maşın ID bilgisinə görə sizə lisenziya veririk. Lisenziyalar dəyişə bilər. Configure List proqramı 200-ə yaxın Palo Alto firewall əlavə edib, onların optimizasiya işlərini eyni anda görməyə təmin edir. Siz istəsəniz bizdən 10 dənə firewall işlədəcəm deyə 10 dənə firewalla görə lisenziya ala bilərsiniz və yaxud da 2 dənə və yaxud 1 dənə və yaxud 5 dənə firewall ala bilərsiniz. Yəni ki, mən lisenziya istəyirəm 10 dənə firewall üçün və yaxud da 5 firewall üçün. Biz ona görə sizə bir lisenziya təqdim edirik. Siz həmən lisenziyanı bizdən alır və bura lisenziya key yerinə daxil edirsiniz və aktiv Configure List deyirsiniz. O zaman artıq proqram aktiv olur. Daha sonra sizin üçün artıq bu admin paneli açılır ki, siz username parolunuzu yazıb daxil ola bilərsiniz. Həmən bu maşın ID bilgisi, dostlar, Configure List proqramı tərəfindən yaradılmış bir maşın ID bilgisidir. Bu ID bilgi sizin kompüterinizin BIOS ID bilgisini, aynən disk ID bilgisini alaraq, aynən də MAC bilgisini götürərək yaratdığı bir dəyərdir. Bu onun üçündür ki, siz Configure List proqramını hər hansısa bir VM-də, hər hansısa bir kompüterdə qurduğunuz halda, siz bunu yalnız həmən kompüterdə istifadə edə bilərsiniz. Digər hər hansısa bir VM-də, digər və yaxud da fərqli bir kompüterdə qurmağa çalışsanız, yenə də sizdən fərqli bir maşın ID bilgisi yaranır. Həmən bu maşın ID bilgisinə görə də siz yenə bizə bu maşın ID bilgisini təqdim etməlisiniz. Biz sizə yenə də bir lisenziya verməliyik. Ona görə bildirim ki, proqram yalnız bir VM və ya da bir lokal kompüterdə və ya da bir serverdə qura bilərsiniz və hər zaman o serverin üzərində də işləməyə məcburdur. Bunu bildikdən sonra isə siz artıq etapla birlikdə proqramı qurdunuz, lisenziya almaq üçün bu maşın ID bilgisini bizə təqdim etdiniz. Biz sizə maşın ID bilgisini verdik, daha sonra lisenziyanı təqdim etdik və proqram sizin üçün artıq açılır. Default parol admindir. Mən indi proqramı qurmuşam deyə, artıq mən lisenziya key vurmuşam deyə daxilə girib admin parolunu dəyişmişəm. Siz bura admin və admin yazaraq daxil olacaqsınız. Daxil olduqda proqram sizin üçün beləsinə açılır. Əgər siz admin parolunu dəyişmək istəyirsinizsə, gəlirsiniz bura. Birinci administrator bölməsinə gəlirsiniz. Burada baxın, administrator bölməsi var, admin useri. Administrator bölməsi gəlsə admin useri var. Üzərinə vurduqda gəlib burada aşağıda istərsəniz new password yazaraq parolunuzu dəyişib admin yox, admin və yaxud da fərqli bir password qeyd edə bilərsiniz. Tamam? Və yaxud da burada adını dəyişərək başqa bir ad qeyd edə bilərsiniz. Artıq bu sizin öz seçiminizə aiddir. Artıq növbəti videolara davam edəcəyik. Əsas proqramı qurdunuz, aktiv etdiniz. Daha sonra etaplarda digər özəlliklərindən bəhs edəcəm. Növbəti özəllikdə görüşənədək.